Hesablama Palatasının 25-ci il üzrə fəaliyyət hesabatı yüksək peşəkarlıqla hazırlanıb və Dövlət Maliyyə İdarə Etməsinin əsas istiqamətlərinin təhlilini əhatə edən mühüm sənəddir. Hesabata əsasən ötən il ümumilikdə 6,7 milyard manat həcmində dövlət vəsaiti audit qiymətləndirməsindən keçirilib. Göründüyü kimi illik büdcənin 1/6, lakin daha strateji sahələr əhatə olunub. Audit nəticəsində müəyyən edilən 584 milyon manat uyğunluq pozuntusu, 626 milyon manat maliyyə təhrifləri və 342 milyon manat səmərəsiz xərclər olduğuna dair hesabatda ətraflı təhlillər təqdim olunub. Əvvəlki illərin hesabatı göstərir ki, problem bir sıra hallarda növbəti illərə ötürülür. Deməli, hökumət strukturlarının planlaşdırma fəaliyyətinin, o cümlədən icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Maliyyə təhrifləri isə qərar vermə prosesində istifadə olunan məlumatların etibarlılığına birbaşa təsir eləyir. Lakin ən vacib indikator səmərəlilikdir. Çünki bir sıra sahələr üzrə ayrılan vəsaitlərin gözlənilən nəticəni verməməsi dərin təhlillər tələb edir. Prezident İlham Əliyevin qlobal siyasətdə ölkəmizin iqtisadi mənafelerini peşəkarlıqla qoruması və makro sabitliyi təmin etməsi, əlverişli investisiya mühiti və qarşılıqlı faydalı xarici əlaqələr yaratması fonunda müvafiq nazirliklərin dövlət dəstəyi ilə milli istehsalı genişləndirmək və əhalinin regionlarda iş yerləri təminatını yaxşılaşdırmaq məramı ilə açdıqları sənaye müəssisələrinin sonraki taleyi diqqət tələb edir. Şamaxıda fəaliyyətə başlayan Star Ltd zavodu bir vaxtlar məişət texnikası istehsalı üzrə ölkədə mühüm layihələrdən biridir. Lakin sonra istehsal prosesi tamamilə dayandı. Mingəçevirdə fəaliyyət göstərən Kür Kompüter zavodu, eləcə də avtomobil sənayesi üzrə açılan müəssisələr, Gəncə və Naxçıvan avtomobil zavodlarının istehsal həcmi və bazar əhatəsi də gözlənilən səviyyəyə çatmayıb. Əlbəttə, bir sıra sənaye sahələrində artım inkar edilməzdir. Lakin hesabat təsdiq edir ki, problem vəsaitlərin ayrılmasında deyil, layihələrin iqtisadi əsaslandırılması və sonraki idarə edilməsindədir. Lakin palatanın hesabatında diqqət çəkən və bütün vətəndaşları əhatə edən icbari tibbi sığorta sistemi ilə bağlı məsələlərdir. Auditin nəticələri göstərir ki, əhalinin sığortalanmasına ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması üçün istifadə olunan məlumatlarla real statistik göstəricilər arasında uyğunsuzluqlar var. Lakin sənəddə bildirilir ki, adam başına düşən icbari tibbi sığorta haqqının məbləğinin hansı metodologiya əsasında müəyyən edildiyi tam aydın deyil. Onda sual olunur, ayrılan vəsait həqiqətən xidmətə və nəticədə vətəndaşın ehtiyac duyduğu müayinəyə, müalicəyə çevrilirmi? İnanırıq ki, yeni nüsusanal islahatlar nəticəsində məsələ həllini tapacaq. Hesabatda xüsusi diqqət çəkən istiqamətlərdən biri də işğaldan azad olunan ərazilərdə həyata keçirilən mühüm layihələrlə bağlıdır. Doğrudan da Qarabağ və ətraf bölgələrdə aparılan işlərin miqyası və tarixi əhəmiyyəti təkcə infrastruktur hadisəsi deyil, yeni vətən qoruculuğudur. Miqyas ölkəmizin 1/5 olsa da bir nömrəli strateji yolların və dəhlizlərin yaradıldığı coğrafiyanın mənfidən, yerin altıdan başlayaraq qəhrəmanlıqla tikilməsidir. Prezident məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının sürətləndirməsi vəzifəsini bir nömrəli dövlət kursu elan edib. Məhz belə ali diqqət və məsuliyyət fonunda Hesablama Palatasının göstərdiyi nöqsanlar xüsusi məna kəsb edir. Hesabatda göstərilir ki, bəzi tikinti layihələrinin icrası zamanı dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmur. Sənəddə vurğulanır ki, özəl sektor tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan kommersiya obyektlərinin, bazar kompleksləri, ticarət və xidmət binalarının dövlət büdcəsi hesabına tikilməsi halları mövcuddur. Dövlət resurslarının sosial məqsədlərdən kənara çıxaraq kommersiya maraqları üzərinə götürməsi nə dərəcədə məqsədə müvafiqdir? Eyni zamanda yaşayış evlərinin və mənzillərin layihələndirməsində daha səmərəli yanaşmaların tətbiqi tövsiyə olunur. Yəni, eyni vəsaitlə daha çox sayda və keyfiyyətli yaşayış sahələri qurula bilərdi. Digər mühüm məsələ isə artıq tamamlanan obyektlərin istifadəyə verilməsi ilə bağlıdır. Məsələn, Şuşa şəhərində mərkəzi xəstəxananın tikintisi başa çatsa da, onun istismara qəbulunun gecikməsi, faktiki istifadəsiz durumu, dövlət balansına qəbulunun ləngiməsi və fiziki aşımaya məruz qalması hesabata 2 qat məsuliyyətlə yanaşmağı tələb edir. Azad torpaqlardan maliyyə etkiləri, səmərəsizlik və gecikmə, düzgün planlaşdırılmama halları digər bölgələrlə müqayisədə daha böyük mənəvi məsuliyyət deməkdir. Çünki yeni Qarabağın inşası sadəcə iqtisadi deyil, bütöv millət və dövlət quruculuğunun müqəddəs simvoludur. Prezident torpaqlarımızın azadlığında olduğu kimi inşaat ordusunun da ali baş komandanıdır.